N ədədi neçə rəqəmli ədəddir? N'in tərkibində 8 üstündə 12 və 25 üstündə 15 var. Buradan biz 8'i sadə əsasları gətirsək 2'nin kubudur. Üzərində də 12-ci dərəcə. 25'i də 5'in kvadratı 15-ci dərəcə ilə burada yazsaq. Alaraq 2 üstü 36 vurulsun 5 üstü 30. Əgər 2 üstü 36'dan 30 dənəsini ayırıb 5 üstü 30'a vursaq, 2 üstü 6 vurulsun 2 üstü 30 vur 5 üstü 30 alarıq. 2 üstü 6 64'dür. Vurulsun 2 vur 5 üstündə 30 yaza bilərik. Qüvvət üsullarına əsasən bunu yaza bilərik. Və burada alarıq, deməli, vurulsun 10 üstündə 30. Və bu da 64, 2 dənə rəqəm buradadır. 10 üstü 30'da da 30 dənə 0 var. Deməli, 2 rəqəmdən 64'dən sonra 30 dənə 0 olacaq. 2 rəqəm burada, belə deyək də, 30 rəqəmi də buradan götürsək. Burada da qeyd edək ki, yəni 1'i saymırıq da, əlbəttə ki, ancaq sıfırların sayına görə. 30 dənə də rəqəm buradadır. Deməli, toplam 32 rəqəm eləyir.